Değerli şagirdler, abituriyentler, izleyiciler, bugün Hüseyin Cavid'in İblis faciəsindən danışacağıq. Bildiğiniz kimi Hüseyin Cavid romantizm ədəbi cəryanının ən böyük nümayəndələrindən biridir. Bu əsərinə gəldikdə isə burada romantizmlə yanaşı realizm də çox qabarıq şəkildə öz əksini tapmışdır. Hansı məqamlarda realizmin daha güclü olduğunu da inşallah söyleyeceğim. Əvvəlcə onu qeyd edim ki, orta məktəb dərsində İblisin ixtisarla verilməsi çox uğursuz alınır. Yəni, ixtisarla verilmiş hissəni oxuduqda hadisələrin ardıcıllığını başa düşmək, hadisələrin səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək çətin olur. Çünki elə vacib məqamlar ixtisar olunubdur ki, dərslikdən oxuduğumuz halda onu anlamaq çətin olur. Ona görə mən sizə əsərin bütününü təqdim edirəm. Amma gördüyünüz tüm təriflərlə verilmiş hissələr əsərdə olan hissələrdir. Amma bu gördüyünüz ki, açıq şriftlərdən verilmiş, tüm şriftlərdən verilməmiş hissə isə orta məktəb dərsliyində yox. Üstə gəl bir şey əlavə edeyim ki, bəzi hissələrdə mən bu açıq hərflərdə verilən yerləri fərqli şriftlərdən, yəni kursivlə həm də altından xətt çəkərək vermişəm ki, bu hissələri oxumadan mətndə baş verən hadisələrin səbəb-nəticə əlaqəsini anlamaq çətin olur. Demək, indi mən bu əsərdən danışarkən tüm təriflərlə verilmiş hissələri xüsusilə vurğulayaraq ifadə edəcəyim məzmunu başa düşmək üçün, amma yeri gəldikcə başqa informasiyaları da, yəni əsərdə olan başqa hadisələri də dilə gətirəcəyim. Əvvəlcə əsərdəki obrazlardan başlayaq. Əsərin baş qəhrəmanı İblis və Arifdir. İblis bildiyimiz kimi mifik bir obrazdır. O cümlədən orada mələk var. Əsərdə çox da görünmür. O da mifik obrazdır. Əsərdə ixtiyar bir şeyx var, yəni qoca bir adam. O cəmiyyətdən nəvəsini də götürüb aralanmış bir adamdır. Özünə insanlardan uzaq bir yerdə məskən salıb və onlara bir Arif adlı gənc də qoşulub. Deməli, ədəbi kuloarlarda belə bir söhbət gedirdi ki, Xavər Arifin nə idi? Xavər Arifin sözsüz ki, arvadıdır. Düzdür, burada yazıb Xavər ixtiyarın nəvəsi, amma həm də Arifin yoldaşıdır. Çünki belə deyək ki, Arif gəlib onların evinə girib və Xavərdən də evlənib. Bunu başqa cür anlamaq gülünc olar. Çünki 100 il bundan qabaq bir kişinin evinə bir cavan oğlan gəlib və onlar bir-birini sevirlər, qucaqlaşırlar falan, amma ər-arvad deyirlər. Bunu belə başa düşmək yanlış olar. Sonra Vasif obrazı var. Vasif Arifin kiçik qardaşıdır, amma o Arifdən Vasif qarşılaşdıqları məqamda bir-birlərini tanımırlar. Bunlar uşaq vaxtı bir-birlərindən ayrı düşüblər. Ona görə də bir də sonda Arif qardaşını öldürəndən sonra adının Vasif olduğunu bilir və düşünür ki, onun qardaşıdır. Sonra əsərdə Rəna adlı bir obraz var. Kilit obrazlardan biridir. Kilidin açar obrazlarından biridir. Rəna əvvəldən bu bir tibb bacısıdır. Atasının öldürüldüyünü bilərək cəbhəyə gəlmiş, atasını öldürəndən intiqam almaq istəyir. Eyni zamanda Ariflə onlar gənckən bir-birlərini bəyəniblər. Arifin Rənanı sevdiyinə şübhə yoxdur, amma Rənanın biz Arifi sevdiyini görmürük. Bu məqamda deyim ki, Vasif də sonradan Rənanı görmüş və sevmişdir. Sonra başqa obrazlardan biri, yəni vacib obrazlardan biri, əsas obrazlardan biri İbn Yəmindir. Bu 45 yaşında qaraşın bir ərəb zabididir, mənfi tipdir. Sonralar indi hadisələrdən tanış olduqca biləcək. Sonra daha epizodik obrazlar var. Burada Çavuş var. Elxanın düzdür, epizodik obraz demək biraz düzgün olmaz. Elə o da əsas obrazlardan biridir. Bir də əsərin son məclisində görünür. Və sonra başqa rabitlər, əskərlər, rəqqasələr və s. və ilə axır.
Əsər belə başlayır ki, birincisi Bağdad yaxınlığında müharibə gedir. Əsər belə başlayır ki, iblis və mələk, o cümlədən Arif müharibəyə, cəmiyyətə, dövrə öz reaksiyalarını bildirirlər. Bu başdan deyim ki, əsər iblisin sözləri ilə başlayır, monoloqu da demək olar. İblisin monoloqu ilə də bitir. Bu iki, burada üç nəfərin dalbadal, üç nəfər dedikdə, yəni iblis, mələk, Arif. Bunların sözlərini oxuyum, əsərin başa düşülməsində sonradan bunun böyük rolu var. İblis müharibəyə baxır, uzaqdan müharibəni seyr eləyir və sevinərək, məmnun qəhqəhələrlə dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər kimi axmaqda qızılqan, canlar yaxar, evlər yıxar insan, deyir və gülür. Mənə isə bu müharibəyə baxıb öz münasibətini bu cür ortaya qoyur. Ya Rəbb, bu nə vəhşət, nə fəlakət. Ya Rəbb, bu nə səhv dedim. Ya Rəbb, bu nə dəhşət, nə fəlakət. Ya Rəbb, bu nə vəhşət, nə zəlalət. Yox kimsədə insaf-ı mürüvvət. İblisə mi uyumuş bəşəriyyət? İblisin deyir, istehsalı və sürəkli qəhqəhələrlə bərabər yenə göy gürultusu, top, mitralyoz sədaları başlar, sonra sükut. İblis yenə çılğın qəhqəhələrlə topları veriyor aləmə dəhşət. Dəhşət qopuyor sanki qiyamət. Yağmur kimi göydən yağır atəş. Atəş, qaralar, dalğalar atəş. Mələk yenə öz prizmasından Ya Rəbb, azacıq lütfi inayət. Qəhr olmada artıq bəşəriyyət. Başdan başa hep yeryüzü vəhşət. İblis ilə həmrəngi siyasət. Bu yerdə biz Arifin yuxudan oyanır kimi alnını və gözlərini ovuşduraraq yerindən qalxıb və göyə doğru xitabını görürük. İbn Arif əsərin əvvəlində çox humanist, biraz romantik, biraz saf kimi deyim bir obrazdır. Amma o da deməli vəhşi bəşəri insanlığı, cəmiyyəti bıraxıb gəlib dediyim kimi ixtiyar şeyhə sığınmış bir gəncdir. Deyir, dünyanı yoxdan yaradan ey ulu tanrı, ey xaliqi hikmət, duyduqca, düşündükcə olur qəlbimə tari, bin şübhəli illət. Duyduqca əvət pərdəli hikmətləri hər an, bin dürlü həqiqət, bin dürlü müəmmalı həqiqət bana xəndan, həbsində də zülmət. Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan, ya şölə-i əcram, olmaz şu bənim çıldıracaq könlümə əlan, bir mənbə ilham, ey varlığı yox, yoxluğu vardan daha dilbər, ruhum səni izlər. Lütf et o gözəl çöhrəni bir an bana göstər. Könlüm səni özlər. Uydum da peyğəmbərlərə qanunə kitabə. Duydum yenə qəsvət. Başdan başa həp qəhr-ü qəzəb, tövbə, inabə. Həp zəfə əlamət. Hər fəlsəfə bir vəlvələ, hər tatlı xəyalət. Yox rəhbəri vicdan. Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat. Bir şölə irfan. Encəl bana yaxud bəni yüksəklərə qaldır. Gəzdir qonağında. Yerlərdə süründüm, yetişir göylərə qarılır. Dindir qucağında. Qaldır bəni bir seyr edəyim, xoşmu, gözəlmi? Cənnətdə mələklər. Qaldır bəni ta görməyim insandakı zülmü. Bax, yer üzü inlər. Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət bulmazmı nəhayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət. İblisə nə hacət? Demək, əsərin deməli, konflikti məhz bu ifadədən başlayır. İnsanları xəlq etmədə var. Bəlkə də hikmət, iblisə nə hacət? Demək, görürsünüz ki, Arif Allaha xitab eləyir. Allaha bir sevgi ilə, biraz da belə deyək ki, narazılıqla müraciət eləyir. Deyir ki, ya Rəbbim, ya məni qaldır yanıya, ya özün gəl. Mənə bu cəmiyyətdəki mənim başa düşmədiyim hikmətləri mənə izah elə yine. Və sonda belə bir sual ünvanlayır ki, insanlardan da narazıdır sözsüz Arif. Amma deyir, bəlkə də insanları yaratmaqda bir hikmət var, iblisə nə hacət. Məhz bu söz iblisi tərpədir. İblis əsər boyu Arif Allaha qarşı deyək ki, öz şəxsiyyətini qoyur ortaya. Bu şəkildə qoyur ki, yəni o bütün cəmiyyətdəki problemlərin özünü Allaha bax. Deyir ki, çox qəribədir. İnsanların qafasına bax, deyir. Hər şeyi yaradan Allah, yaxşı işləri onun adına çıxırlar, pis işləri də eləyən elə odur, onu da iblisin adına çıxırlar. Və Arif bunu, iblis bunu əsərin
başından ayağına kimi təkzib eləməyə çalışır və düşünür ki, burada mənlik heç bir şey yoxdur. Zaten hər şey eləyən Allahdır və Allahın yaratdığı siz dediyiniz, o yaxşı dediyiniz bəndələr. Yəni insanları yaratmaqda bəlkə də bir hikmət var. Bəli, elə o hikmətdədir bütün problemlər. Mənlik heç nə yoxdur. Və iblis Arifə cavab verir. Dediyim kimi konflikt də burada başlayır. Arif, bana bax, sən də mi övhamə qapıldın? Biçarə cocuq, sən də mi iblisə takıldın? Dahilər, ulul əzm nəbilər belə məndən heç vəçlə təxlisi giriban edəməzsəkən, daim bəni təhqir edərək əyləniyorsun. Hep söyleniyorsun. Bir gün gəlir əlbəttə şu izan ilə sən də bazıca olursun qoca iblisin əlində. İblis, o böyük qüdrət, o ateşli müəmma bir gün səni də kəndinə eylər kölə. Amma heyhat olamaz dərdinə bir kimsədən imdad. İmdada qoşsa fəqət ah ilə fəryad. Bəli, məhz buradan başlayaraq əsərin konflikti başlayır. Biz görürük ki, iblis bu qərarı vermiş olur ki, Arifə sübut eləsin ki, sənin problemlərin, ümumiyyətlə insanlığın problemləri, cəmiyyətin problemləri özləri. Mən deyiləm. Amma siz öz iblisanə niyyətlərinizlə zaten iblisin özüsüz və mənə təslim olmuşlarsınız. Yəni mənim belə deyək ki, yolumu davam elətdirənlərsiniz. Bəli, buradan problemlər başlayır. Biz problemlərin daha doğrusu belə deyək, hadisələrin çözülməsi bu xətlə davam edir ki, biz əsərdə görürük ki, bəs xavər var, xavər Arifin. Düzdür, burada yoldaşı ifadəsi, həyat yoldaşı ifadəsi qətiyyən keçmir, amma münasibətlərindən görürük ki, bunlar ər-arvaddırlar. Xavər Arifin, burada İxtiyar Şeyx də bir dəfə Arifin belə deyək ki, o vəziyyətinin dəllik həddində olduğunu, yəni emosiyalarından, ağlınla hərəkət eləyə bilmədiyini, çox emosiyalara qapıldığını verir və eyni zamanda biz Xavərin Arifdə müəyyən bir dəyişikliklər olduğunu sezdiyini hiss edirik. Çünki Arif Rəna adlı bir sevgilisi var idi, onu xatırlayardı. Elə belə bir xatırlama məqamlarında qəflətən Rəna gəlib onların qülbəsinə, yaşadıkları yerə çıxır. Gələrkən kimlə gəlir? İxtiyardır, demək, İbn Yəmin, onun yanında bir zənci çavuş və bir əskər, bir də Rəna. Və biz onların söhbətlərindən görürük ki, İbn Yəmin müharibə tərəfdarı, müharibədə insan qətli amından öyünən bir şəxsdir. Hətta onların Ariflə bu barədə diyalogları olur. Arif insanların bir-birini öldürməsini vəhşilik hesab edir. Belə olsa ölüb öldürmənin bir fəzilət olduğunu söyləsək, canavar bizdən gərək əşrəf olsun, yəni üstün olsun. Bu anlamda ki, siz bilirsiniz, canavar bir heyvan ovlamağa gələndə, yəni bir qoyun sürüsünə dalanda birini yox, hamısını qırmağa çalışır. Yəni qırmaq, insan yəni canlı öldürmək üstünlük olsa deyə canavar gərək hamımızdan üstün olsun. Düzdür, İxtiyar Arifi sakitləşdirir, çünki görür ki, adamlar silahlıdır, adamlar müharibədən gəliblər, adamlar ölüb öldürməyi heç bir şey, yəni adi bir şey hesab edirlər. Və İbn Yəminlə gələn çavuşdan, əskərdən gələn Rənanı Arif tanıyır və ondan özünü təqdim edir, adının da nə olub olmadığını soruşur və bu söhbət məqamında Rəna ilə Arifin tanış olduğunu görəndə bu zənci çavuş bir narahatlığını dilinə gətirir. Deyir ki, bəs bu adam bizə problem yaratmasın. Deyir, niyə? Deyir, bu əskər bizim Rənanın atasını öldürdüyümüzü görüb və əskər Arifə nə isə hiss elətdirə bilər və bu problem yaradar. Sözsüz ki, İbn Yəmin heç nə vecinə almır və deyir ki, heç narahat olmur. Amma təsadüfən Arif bu sözləri eşitmiş olur. Bu Rənanın İbn Yəminlə getməsini istəmir. İstəyir ki, getməsin. Çünki görür ki, qatillərdən bir yerdədir, amma Rəna ifadə edir ki, yox, mənə bu İbn Yəmin söz veribdir, atamın qatilini tapmağa, kömək eləməyə, tapmaq üçün kömək eləyəcək mənə,
Arif də burada heç bir, deyək ki, qətiyyət göstərə bilmir. Çünki, Arif öldürmək, mübarizə aparmaq ruhunda bir adam deyil. Narahat olur, amma, İbn Yəmindən də sözsüz ki, qorxur, çəkinir, və, Arifi də demək, Rənanı da müdafiə eləyə bilmir. Burada başqa bir məqamı deyim, istəyirəm bu yeri, oxuyum sizin üçün. Arif Rənaya deyir ki, getmə, pəş doğru getmə sən Rəna, xavər geri dönər. Söylə Arif, nə var, nə oldu sən Arif? Ah, o Rəna, o nazlı heykəli nur, sanki qarşımda çırpınıb duruyor. Onu hep yardım et, ona ben yardım etmesem gerçək, benim vicdan əzabı məhv edəcək. Xavər, iki söz sormaq istərim sana ben. Əcaba, heç sevər misin onu sən? Arif, sevərim başqa bir məhəbbətlə. Əski, pək əski hissi hörmətlə. Yavər, yox, inanmam, xayır. Bu pək yanlış. O nə halət, nədir o səs, o baxış? Sanki bir inqilab içində sənin, çırpınıb durmaq üzrə həp bədənin. Bunu ona görə xatırlatdım ki, bu hissənin verilməsində ehtiyac hiss edirəm. Çünki Xavər Arifin Rənaya münasibətinin fərqli olduğunu düşünür. Düzdür, Arif deyir ki, o əski bir xatirədir filan, amma deyir ki, yox, mən sənin nə cür həyəcanlandığını görürəm. Sonra biz burada Vasifi görürük. Vasif dostu ilə, arkadaşı ilə silahlı olaraq bir Rus zabitini gətirir. Əslində bu Rus zabiti deyil, Tatardır, Rusların tərəfindən döyüşən. Siz bilirsiniz ki, Rusiyanın o dövrdə əhalisinin böyük bir qismi də müsəlmanlardan, türklərdən ibarət idi və Rusiya Birinci Dünya müharibəsinə qoşulmuşdu və orada müsəlman türk əskərlər də var idi və bu Tatar Rus əskərini, yəni Rus əskəri dedikdə söhbət Tatar əskərdən gedir. Yəni Türkiyə, o da Türkiyə idi. Onu yaralı gətirirlər müharibədə, bu qarşı-qarşıya döyüşüblər, amma yəni yaralı əllərinə keçdiyi üçün öldürməyiblər, onun sağaltmaq üçün, yardım üçün gəliblər və bu da Arif tərəfindən, İxtiyar Şeyx tərəfindən, Xavər tərəfindən çox böyük alqışlanılır ki, yəni bu əsl insanlıq budur. Üstəgəl Vasifdən biz kiçik zabitin söhbətlərindən görürük ki, müharibədə olsalar da Vasif düşünür ki, Türk dünyasına qılıncdan daha kəskin ulu qüvvət yalnız mədəniyyətdir. Onlar bu yaralı əskəri İxtiyar Şeyxin, Arifçinin yanında qoyub gedirlər. Və bu bir məqamı burada sizə xatırladım ki, artıq iblis fəaliyyətə keçir. Bu məqamı bilməyə ehtiyac var. Ona görə də bu hissənin görsü altından düz xətt çəkmişəm və fərqli demək kursivlə vermişəm. O hissəni oxumaq istəyirəm. İblis Arifə yoldan çıxartmağa cəhd edir. Və bu cəhd necə? Əvvəlcə Arif düzdür. İblisə bu cür müraciət edir. Dəf ol, yenə gəldinmi? İblis, əzizim, çocuq olma. Arif, bana bax, əczi burax, hissə qapılma. Çarpışmaq üçün lazım ikən mərdə cəsarət. Bilməm ne üçün olmuş sənə qalib əsəbiyyət. Ben hepsini duymaqdayım. İnkar nə lazım? Rəna, o sənin şimdi bütün ruhuna hakim. Hakim o sənin hissinə, idrakinə, əfsus, ayrılsın izindən ayrılsan izindən olur əğyar ilə mənus. Arif, qandırmaq üçün Arifi hep nafilə israr. Hər halda hainsin, inanmam, sana zinhar. İblis, lakin şu inadınla pərişan olacaqsın. Bir gün o gələcək, bir gün gələcəkdir ki, peşiman ol, pərişan olacaqsın. Bir gün gələcəkdir ki, peşiman olacaqsın. Əfsus, nədamət sənə verməz səmərə əsla. Əlində bir tapansayı, bir kisə altın tutaraq. Al bunları bas bağrına, Arif, iyi saxla. Bunlar edəcək, etsə nəhayət səni məsud. Al, işte bu ateş, bu da ən sevgili məbud. Tapansayı bir kere havada boşaldarak, yani ateş açarak, al, işte bu ateşlə gəlir qəlbinə qüvvət. Yalnız bu verir qarşı duran xəsminə dəhşət, yəni düşməniyə dəhşəti bu verir. Kisədəki altınları səsləndirib oynadaraq Arifə verir. Bax, səsleniyor, işte sədai pəri Cibril. Bunsuz olamaz kimsə inan məqsədə nail. Buna Cəbrail, deməli, mələk Cəbrailin sədası kimi deyək ki, puldur Cəbrailin sədası. Arif, iblisin vermiş olduğu tapansayı və altınları yerə atar, son dərəcə qızğın və usanmış bir halda. Dəf ol, yetişir, eyləmə əsla bəni təltif, möhtaz deyil altına ya qurşuna, Arif. İblis, təkrar edərim, zəfi bıraq, aldanıyorsun. Hep aldanıyorsun, bana bax, aldanıyorsun.
qəhqəhələr gedir. Arif tərəddüd və düşüncədən sonra, heyhat, o mələk qəhr edilirkən, layiqmi durub seyr edəyim mən? Kəskin bir əzmlə, yox getməliyim həm də bu saat, bəndən ona hörmət və məhəbbət. Deməli, papağını başına qoyur, gedir, paltarını geyinib, ridasını, iblis gəlir, istehsal qəhqəhələr. Get, lakin o hörmət və məhəbbət bir gün doğurur qanlı ədavət. Get, bəllidir insandakı xislət, sözlər, sizlərdəki ülfət, sonu vəhşət, sizlərdəki şəfqət, sonu nifrət, sizlərdəki rəhmət, sonu lənət və birinci pərdə, birinci məclis bitir, pərdə çəkilir. Bu hissədə mən də dayanmaq istəyirəm, dəyərli izləyicilər. Demək, növbəti pərdələri, növbəti dərslərimizdə pərdələr haqqında, məclislər haqqında növbəti dərslərimizdə danışarıq. Sizə faydam oldusa, mənim üçün nə mutlu.